olsun, dəyərli iştirakçılar. Vaxtınıza ayrı qoşulduğunuz üçün hər birinizə təşəkkür edirik. Mən Fatimə Səfdərova, Icons Focus Club rəhbəri və eyni zamanda bugünkü tədbirin moderatoruyam. Bugünkü tədbirimiz Almaniyada laboratoriya, karyera və təhsil yolunu danışacağıq. Tədbirimizin spikeri doktor Səbinə Hacızadə olacaq. Səbinə xanım Azərbaycan Tibb Universitetində təhsil almış, sonrasında davamını rezidentura olaraq tibbi mikrobiologiya və immunologiya kafedrasında bitirmişdir. Rezidenturadan sonra isə Almaniyada Heidelberg Universitetində Mannheim Tibb Fakültəsində molekulyar tibb üzrə doktorantura təhsilini davam etdirir. Sözü çox uzatmadan Səbinə xanıma vermək istəyirəm. Salam, axşamınız xeyir. Ümid edirəm hamı yaxşıdır və ümid edirəm qarşıdakı webinar maraqlı keçər, hər birimiz üçün faydalı olar. İlk növbədə təşəkkür edirəm təşkilata və dəvətə görə, xüsusilə də Fatimə xanıma mənimlə ünsiyyətdə oldu. Belə başlayaq, istəyirsiniz çox vaxtınızı almayayım həftə sonunda, amma çöldə gəzmək, eləmək istəyir. Deməli, belə qısa məlumat verim özüm haqqımda yenə. Mən Səbinə Hacızadə 2013-2019-cu illərdə Tibbi Profilaktika Fakültəsində təhsil almışam, bitirmişəm. 2020-22-ci illərdə Tibbi Mikrobiologiya, İmmunologiya ixtisası üzrə həkim rezident olaraq fəaliyyət göstərmişəm. Fəaliyyətim zamanı Tibb Universitetinin nəzdində olan tədris terapevtik klinikasında çalışmışam, həmçində bir çox özəl klinikalarda fəaliyyət göstərmişəm. Ümumiyyətlə təhsil aldığım dövrdə həm tələbə, həm də rezidentkən bir çox yerlərdə paralel şəkildə işləmişəm. Mənim fikrimcə bu maraqlı idi, həmçində gözəl bir təcrübə idi. Nəyə görə? Birincisi, insanlarla ünsiyyətdə olmaq çox yaxşı bir şey idi. Yəni həmin dövrdə sən İnsanlarla ünsiyyətdə olursan, həkim olaraq qarşındakı insanların emosiyalarını və yaxud da ki, hərəkətlərini izləmək fürsətin olur. Həmçinin hər hansı bir situasiyanı idarə etmə qabiliyyətinə malik olursan. Eyni zamanda da əlbəttə ki, öz yolunu seçə bilirsən. Yəni, anlamaq istəyirsən ki, mən tibbi bitirdikdən sonra ən kritik suallardan biridir. Hansı sahəyə gedəcəm? Ümumiyyətlə, hansı sahəni istəyirəm? Bilirik ki, birinci kursda, sonuncu kursda arada 100 dəfə fikir dəyişmiş oluruq. Həmin dövr üçün həqiqətən maraqlı idi. Yəni, öz təcrübəmdən qısa deyə bilərəm ki, yəni həm əczaçı kimi fəaliyyət göstərdim, həm tibb bacısı kimi, həkim köməkçisi kimi və bunların hamısı dəyərli idi. Deməli belə, bugün isə mən sizə çalışacağım, danışım Almaniyada təhsildən və karyera yolundan. Təhsil dedikdə ən çox magistr və doktoranturaya toxunacağım. Bir də ki, öz təcrübələrimdən, eyni zamanda da sizlər üçün araşdırdığım bəzi maraqlı datalar var. Həqiqətən özüm də oxuyanda dedim ki, maraqlıymış, yəni öyrənməyə dəyərmiş. Dəqiqə ki, görək keçəcək. Aha. Deməli, bugünkü mənim çıxışım 4 əsas blokdan ibarət olacaq. Birinci blokda biz təhsildən danışacağıq. Yəni, hansı təhsili nəyə görə seçirik, hansı kriteriyalara görə seçməliyik. İkinci blokda isə xüsusilə təhsildə bizə yardımcı olan şey maliyyə dəstəyidir, təqaüd. Yəni, burada fərqli təqaüdlərdən danışacağım. DAD, Erasmus bilirik, hazırda daha çox məşhurdur. Konrad təqaüdü var və son illərdə mənim özümün də hazırda təqaüdçüsü olduğum dövlət proqramı var. Bundan da məlumat verəcəm. Üçüncü blokda isə tədqiqatdan, yəni Almaniyada elmi sfera necədir, laboratoriya mühiti necədir, bizdən hansı bacarıqlar tələb olunur onlardan və dördüncü isə tələbə ikən və tələbə olduqdan sonra bizi hansı karyera yolu gözləyir, yəni iş mühiti necə olacaq. Deməli, və orada isə ümumiyyətlə Almaniya Federativ Respublikasında 400-dən çox dövlət universiteti var. Bunlar akreditasiya olmuş universitetlərdir. Məşhurlar bilirik, Berlin Şaritedir, Münihdə Texnik Universitetidir, Heidelberg Universitetinin özü də hansı ki, mən onun tələbəsiyəm, çox qədim və köklü bir universitetdir və
top 100-lükdə yerləşir. Hətta top 50-də idi deyəsən dəyişir həm Almaniya, Avropa, dünya içində. Hamburq və digər universitetlərdən danışacağam sizə. Bu universitetlərin daxilində isə bir çox universitetlərin daxilində əsasən tədqiqat institutları olur. Tədqiqat institutları biz ona deyirik ki, məsələn Heidelberg Universiteti və yaxud Heidelberg Universitetinin məsələn Mannheim Tibb Fakültəsi var. Mannheim şəhərində yerləşir və bu tibb fakültəsi böyük bir kampusun içində Mannheim Universitet Klinikum deyirik. Yəni burada həm xəstələrə baxılır, klinika kimi fəaliyyət göstərilir, həm də böyük bir tədqiqat mərkəzidir. Burada həddindən çox işçi qruplar var, tədqiqatlar aparılır, böyük bir kampusdur demək olar ki, xəstəyə ilə baxılmaqla yanaşı. Həmçində bundan başqa biz Max Planck'dan danışacağım, Fraunhofer var, Helmholtz var ki, bunlar da məşhur dünya səviyyəli mərkəzlərdən hesab olunur. Digər bir sual elə gəlin başda danışaq məncə, təhsil haqqı ilə bağlıdır, hamımızı maraqlandırır. Çünki bir ölkəyə getdikdə təkcə orada yaşam standartları deyil, həmçində təhsil haqqı vacibdir. Belə bir mif var ki, Almaniyada təhsil pulsuzdur. Deyə bilərik, Almaniyanın 16 əyalətindən 15-də təhsil pulsuz kimi qeyd edilir. Amma necə pulsuzdur? Universitetlərin bir kiçik bir rüsumu var hər semestr üçün. Dövlət universitetlərində bu rüsum 150 avrodan dəyişir. Yəni 0 yazmışam, bəzi onu 0 kimi də götürürlər. Bu sadəcə elə bir rüsumdur ki, yəni bu sizin üçün tələbə elmi cəmiyyət birliyinə gedirsə, hansısa bir təsərrüfat işlərinə xərclənir. Hər il bu dəyişir. 2 il öncə məsələn 150 avro idisə, bu il bu 160 avro mən ödəmişəm hər semestrə. Amma bu yenə də fərqlənə bilir. Bakalavr, magistr və doktoranturada bu fərqlənə bilir. Hər universitetin özündən də fərqlənə bilir. Qəbul olduğumuz proqramın özündən də fərqlənə bilər. Əlbəttə ki, özəl universitetlərdə bu daha yüksək olacaq. Belə. Sonra sizə belə. Almaniyada ümumiyyətlə 4 böyük tədqiqat mərkəzi dedim, hansı ki bizim universitet klinikasında da bunlardan bəziləri fəaliyyət göstərir. Ümumiyyətlə Almaniya dünyada ən güclü tədqiqat ekosistemlərindən birinə malikdir, özünüz də bilirik və hər kəsin Almaniya təhsilini üstün tutmasının səbəblərindən biri budur. Bu ekosistem isə 4 nəhəng şəbəkə üzərində qurulub. Birincisi Max Planck cəmiyyətidir ki, fundamental elmlər sahəsində fəaliyyət göstərir, ən tanınan institutlardan biridir. Özünün 84 institutu, bu cəmiyyətin 84 institutu və 24 min işçisi var hazırda və burada hal-hazırda səhv etmirəmsə 31 Nobel mükafatı laureatı insan Max Planck cəmiyyətindən çıxmışdır. Daha sonra Fraunhofer cəmiyyəti var. Bunlar tətbiqi tədqiqatlara əsaslanan cəmiyyətlərdir. 76 institutu 31 min işçisi ilə daha fəaliyyətini davam etdirir. Sənaye ilə birbaşa əməkdaşlıq edir. Sənaye nədir? Birazdan danışacaq, hansı ki doktoranturanı bitirdikdən sonra hansı sahəyə yönəlirsiniz. Əgər doktorantura bitirdikdən sonra siz akademik həyata davam etmək istəyirsinizsə, həmin elmi sferada qalırsınız və postdoc və yaxud da bu şəkildə davam edir professorluğa qədər, əgər bunu istəyirsinizsə. Digər isə sənayeyə keçiddir. Bizdə bu daha məşhurdur. Hansısa bir böyük farmakologiya şirkətlərinə keçmək, kimya şirkətlərinə keçmək. Burada əlbəttə ki, gəlir daha yüksəkdir. İş yükü o qədər də çətin deyil elmi sferadan asılı olaraq. Və bu institutlar daha çox bu yolda inkişaf edir. Daha sonra Helmholtz birliyi var ki, böyük miqyaslı infrastrukturlardır. Daha çox nüvə reaktorları ilə, fizika ilə bağlı olan tədqiqatlar aparırlar. Leibniz birliyi isə bunlara biz interdisiplinar deyirik, yəni bioloji, sosial, humanitar elmlər arasında əhatə edir, fərqlidir. Cəmi görürsünüz ki, bu 4 şəbəkədə 155 mindən çox tədqiqatçı çalışır. Yəni, bu da o deməkdir ki, Almaniyada təhsil alanda təkcə bir universitetə girmirsiniz, böyük bir axına düşmüş olursunuz və bu axında müxtəlif istiqamətlərə siz təhsilinizi davam etdirə bilərsiniz, karyeranızda gedə bilərsiniz.
Daha sonra gələk bizdə Almaniyada magistratura proqramına. Magistratura proqramları necə qurulur? Ümumiyyətlə standart magistratura proqramı var. 1.5-2 il davam edir. 3-4 semestr deyərdim. Bu semestrlərin ilk birinci ilində ümumiyyətlə magistraturada onlar dərs alırlar tələbələr normal olaraq və eyni zamanda iki ayrı böyük laboratoriyada elə bir yəni öhdəlikləri var. İki böyük laboratoriyada 3-4 aylıq onlar rotasiya keçməlidirlər və həmin rotasiyada hansısa bir tədqiqatın elmi işin bir parçası olmalıdırlar. Həmin elmi işi görüb, yazıb, yəni kiçik bir şey, laboratoriya reportu yazıb təqdim etməlidirlər. Bu da onların Bologna sisteminə təsir göstərir. Və bu seçimlər onların özlərindən asılıdır. Yəni supervisor seçimi, laboratoriya seçimi əlbəttə ki, ixtisasına uyğun olması daha qəbul şansını artırır. Digər isə laboratoriya modulları, bunlar dedim, yəni rotasiyaya keçirlər və təhsil zamanı tədqiqat metodologiyasını öyrənirlər əlbəttə ki. Bizdə tibb universitetində var idi biostatistika, səhv etmirəmsə bizdə keçirdik, amma o qədər dərin əlbəttə keçmirdi və çətin idi. Mən hətta indi də xatırlayıram ki, çətin idi və heç nə anlamaq mümkün olmurdu, təəssüf ki. Amma burada da keçirilir və daha dərin keçirilir. Buradakı uşaqların şanslı olmasının səbəbi onlar bir çox fərqli proqramları, R-də, Python-da proqramlaşdırma dillərini öyrənirlər. Prism-də və yaxud da SPSS-də fərqli statistika proqramları öyrənirlər. Hansı ki, gələcəkdə bu onların tədqiqatlarına çox kömək olacaq. Statistikalarını edib, yəni nəticələrini yazmaq üçün. Son isə magistr tezisi dövrü adlanır, yəni son 6 ay. Bu dövrdə yenə laboratoriyada müstəqil bir tədqiqat aparırlar. Tədqiqatı bitirdikdən sonra onlar elmi işlərini yazmalıdırlar və müdafiə etməlidirlər. Məşhur suallardan biri neçə səhifə yazılmalıdır, nə qədər yazılmalıdır? Bu da yenə də girdikləri proqramdan asılıdır, universitetin özündən asılıdır. Ümumiyyətlə, tədqiqatının özündən asılıdır. Master proqramlarında çox da dərin bir yazı yazdırmırlar. Yəni, o qədər də böyük bir istək də yoxdur universitet tərəfindən ki, siz böyük bir iş görəsiniz və incitmirlər. Təhsil dili isə yəni son illərdə ingilis dilinə çox böyük üstünlük verilir Almaniyada. Yəni proqramları ingilis dilində çox rahatlıqla tapa bilərsiniz. Alman dilində də tapılır. Adətən bir proqram iki fərqli dildə olur. Bəzən hətta elə olur ki, mən özüm də baxanda bəzi proqramlar ancaq Alman dilində olurdu. Yəni ingilis dilində təklif olunmurdu. Buna da diqqət etmək lazımdır, amma gələcəkdə qəbul şərtlərindən də danışanda deyəcəm, yəni ingilis dili daha yaxşı olar elmi sferada qalmaq üçün. Magistratura qəbul şərtləri nələrdir? Əsas odur ki, universitetləri 2 növbə qəbul edirlər hazırda. Məncə artıq çox bilinir bu. 15 iyul və 15 yanvar deyə bir tarix var. Hər kəs qaçır o tarixlərə. 15 iyul qış semestri üçün olan qəbul tarixidir. 15 iyula qədər ümumiyyətlə siz universitetə müraciət etməlisiniz. 15 iyulda artıq universitet müraciətləri bağlanmış olur və artıq nəticələr elan olunur, bu şəkildə davam edir. Əgər o şeyə çatmasaz, yəni həmin o deadline-a çatmasaz, təxmini 1 ilə yaxın vaxt itirirsiniz. Yəni gözləməlisiniz, digər semestrə başvurmalısınız. O semestrdə rəqabət necədir, nə cürdür, artıq dəyişmiş olur. Şərtlərdən biri də digər isə əlbəttə ki, bakalavr diplomudur. Mənim məsləhətim olardı ki, bir sahəyə müraciət edəndə çalışasınız, bakalavr ixtisasınıza uyğun sahəyə müraciət edəsiniz. Yəni, nə qədər kənara çıxsaz, qəbul şansı biraz azalar. Çünki onlar akreditasiya edirlər sizin diplom və diplom əlavənizdəki fənlərə görə, onların kredit ballarına görə sizi uyğunlaşdırıb qəbul edirlər. Əgər fərqli bir sahəyə gedirsinizsə, bu biraz sual doğura bilər və çətin də ola bilər. İngilis dili sertifikatı deyəcəm. İngilis dili sertifikatında IELTS 6.5, TOEFL 80 almaq yaxşı olardı, daha üstü yaxşı olardı. Hətta son illərdə bəzi güclü proqramlarda IELTS 7 belə tələb olunur. Yəni, aşağını götürmürlər təəssüf ki. Alman dili isə
Əgər alman dili proqramına qəbul olursunuzsa, Testaf ən məşhur proqramlardan biridir. Bir də səhv etmirəmsə DSH idi. DSH-ın dərəcələri də var əlbəttə ki, onu almaq vacibdir. Daha sonra sizdən CV, əlbəttə ki, akademik bir CV tələb olunacaq. CV adətən son illərdə Europass formatında yazırlar. Nə qədər sadə yazsanız, o qədər yaxşıdır ümumiyyətlə. Yəni çox arxa fonda şəkillər, çox yazılar, hansısa bir ikon olmamalıdır. Çox sadə şəkildə təhsiliniz, keçdiyiniz hansısa bir könüllülük proqramı, təcrübə proqramları və skillləriniz, yəni nəyi bacarırsınız? Ümumiyyətlə, məsələn, laboratoriya ilə bağlı və yaxud da hansısa bir ixtisasla bağlı nələri etmisiniz, onları qeyd etsəz daha yaxşı olar təcrübələrində. Motivasiya məktubu və 2 akademik tövsiyə məktubu vacibdir. Motivasiya məktubu çox vacibdir. Çünki sizin yəni başvurduğunuz ixtisasa görə birbaşa bağlıdır. Yəni onlar sual verirlər motivasiya məktubu. Nəyə görə? Əslində sual vermirlər də siz yazmışsınız ixtisası. Nəyə görə mən bu ixtisası seçirəm? Yəni motivasiya məktubunda mən keçmişdə nələri etmişəm? Eşidirsiniz məni? Bəli, eşidilir. Motivasiya məktubunda, yəni nəyə görə bu ixtisası istəyirəm, özünüzü motivasiya etməlisiniz. Bir sözlə qarşı tərəfə də bu enerjini keçirməlisiniz. Səbnə xanım, səsiniz Eşidirsiniz siz məni? Arada getdi, üzrlü istəyirəm. Akademik tövsiyə məktublarında isə əsasən supervizorlərdən, elmi rəhbərlərdən alınır. Bilirəm ki, bu universitetində bizdə elmi rəhbər olmurdu adətən. Amma hansı ixtisasa gedəcəksinizsə, məsələn, genetika, molekulyar bir hissəyə gedəcəksinizsə, o sahəyə aid olan bir professordan sizin tövsiyə məktubunuzu almaq daha yaxşı olardı. Çünki bu onu göstərir ki, sizdə bir background var və bu professor sizə cavab deyir ki, bunu edə bilərsiniz gələcəkdə. Həmçində alacağınız insan özü də vacibdir. Yəni onun elmi işləri və yaxud da ki, tədqiqatları, yəni onun özü də müəyyən dərəcədə tanınmış olmalıdır bu sferada. Daha sonra bildiyimiz tərcümə təsdiq, yəni universitet sənədlərinin tərcüməsi təsdiqi notarial təsdiq olmalıdır. Bəzənsə bəzi proqramlarda onlar Zoom-la görüş də tələb edirlər və yaxud da canlı görüş də tələb edirlər, amma bu çox biraz nadir hallarda olur. Adətən PhD-lərdə buna tələbat var. Bir dəqiqə. Hansı proqramlar, yəni aparıcı proqramlardır hal-hazırda? Molekulyar biologiya, molekulyar tip, hansı ki mən hazırda molekulyar tip ixtisası üzrə təhsil alıram. Molekulyar biologiya ən çox tələb olunan proqramlardan biridir və Heidelberg Universitetində, Tübingendə, digər universitetlərində ön sırada durur. İkincisi biomedisindir, biotip gedir. Tibb elminin tədqiqatı, yəni laboratoriya tədqiqatını birləşdirir və klinik tədqiqatlara maraq duyanlar üçün əslində çox ideal bir sahədir hazırda. Bildiyimiz public health, məncə mənə elə gəlir ki, hazırda ən çox maraq bunadır. Xüsusilə də viruslardan və bir pandemiyalardan sonra bunların idarə edilməsi, epidemioloji hadisələr, bunların epidemiologiya, yəni sağlamlıq sisteminin idarə edilməsi çox yaxşı sahədir məncə və mənə elə gəlir deyil də, yəni ümumiyyətlə siz əgər sahəyə gedirsinizsə, o sahədə tədqiqat işi, necə deyim, laboratoriyada bir tədqiqat işi varsa, o biraz uzun çəkə bilər. Nə mənada? Çünki siz bir tədqiqat aparırsınız, o tədqiqatın nəticəsi necə olacaq? Əgər olmasa yenidən təkrarlamalısınız, sizin bir gözləntiniz var. Bu gözləntini alana qədər təkrarlanma gedir. Bu biraz uzun çəkə bilir. Amma public health-də daha rahat olur, daha düz statistika ilə işləyirsiniz, amma hansısa bir hüceyrə səviyyəsində bir iş görmürsünüz, yəni tədqiqat aparmırsınız. Daha sonrası klinik tədqiqatlar var ki,
Bunlar dərman sınaqları aparırlar, protokollar hazırlayırlar, tibbi statistikanı genişləndirirlər. Bu da daha çox iş bazası, yəni daha çox iş yönümlü olur. Hər bir proqramın da özünə məxsus giriş tələbləri var əlbəttə ki. Belə. Daha sonra kimlərə üstünlük verilir? Biraz da ondan danışaq. Məncə bunu biraz təkrar edəcəm, çünki hər proqramın üstünlük yəni, tələbələri fərqlidir. Yüksək ortalaması olan tələbələrə daha çox üstünlük verirlər. Bəzi universitetlər və bəzi proqramlar bunu 70 plus göstərsə də, bəziləri 80 göstərir. Çox yaxşı olardısa 80 və 80 üstü olsun. Yəni aşağı olduqda qəbul mümkün olur, amma çətin olur. Yenə də seçdiyiniz proqramdan asılıdır. Əgər seçdiyiniz proqram rəqabəti yüksək olan bir yerdirsə və sizin ortalamanız aşağıdırsa, bu biraz sizə çətinlik yarada bilər. Əgər siz laboratoriya sahəsində olan bir ixtisasa yönəlmək istəyirsinizsə, laboratoriya təcrübəsi olsa yaxşı olardı. Yəni həmin dövrdə 6 ay ya da aşağıda 3 ay da ola bilər. Mən biraz artıq yazmışam. Hansısa Azərbaycanda tədqiqat qruplarında, tibbi mərkəzlərdə, laboratoriyada bir iş staj görmək, yəni yay məktəbi keçmək, könüllü bir təcrübədə olmaq hamısı daha yaxşı olardı. Ümumiyyətlə son illərdə çoxlu tədqiqat laboratoriyaları açılıb Azərbaycanda, yəni onlara da maraqlana bilərsiniz. Və analitik bacarıqlar, yəni daha çox statistika ilə işləyə bilmək yaxşı olardı, öyrənə bilsəz. Yəni, ən azından bir basic səviyyədə bunlara malik olsanız yaxşı olardı. Amma yenə də bu sizdən necə deyim, xüsusilə tələb olunan bir bacarıq deyil. Və alman dili, hansı ki, dedik dil bacarıqlarında ingilis dili olsa yaxşı olar, amma alman dilinin olması sizə nəyə üstünlük verəcək? Gündəlik həyatda və ünsiyyət qurmaqda kömək olacaq. Çünki nə qədər təhsil alsanız belə günün sonunda siz sosiallaşmalısınız və yaxud da ölkəyə inteqrasiya etməlisiniz. Yaxşı olardı ki, minimum A2 biləsiniz ki, ən azından ölkəyə gəldikdə sənəd işlərinizi həll edə biləsiniz. Çünki bəzən elə olur ki, hansısa bir qurum ingilis dilində danışmaq istəmir normal olaraq. Yəni Almaniyadasan, alman dilində danışmalısan deyə bir tələb ola bilər. Ona görə də bilsəniz sizə üstünlük verəcək. Və müraciət prosesi necə olur? Ümumiyyətlə, hansı sənədlər tələb olunur? Adətən eyni sənədlər tələb olunur. Yenə də proqrama baxmaq lazımdır. Diplom əlavəsinin tərcümə təsdiqi, dil sertifikatıdır, CV-dir, motivasiya məktubudur, tövsiyə məktubudur və əlavə hansısa bir konfransda, hansısa bir trening məktəbdə iştirak etmişsinizsə, onların sertifikatı da ola bilər, tələb oluna bilər. Portfolio yaradırsınız. Və ərizə qəbulu adətən UniAssist saytından olur. Çünki burada bütün universitetlər yığcam şəkildə yerləşir və bura sənəd yükləmə bəzən pullu olur. Bəzi universitetlər sözü birbaşa öz saytlarından qəbul götürürlər. Yəni yenə də siz əyalətə, universitetə, həmin o proqrama qəbul şərtlərinə baxmalısınız. Ərizəni göndərirsiniz və həmin dövr ərzində yaxşı olardı ki, təqaüdlərə müraciət edəsiniz. Çünki Almaniyada bürokratik işlər biraz gec baş verdiyi üçün həmin dövrdə itirməsəniz yaxşı olardı ki, təqaüdlərə baxmalısınız, paralel müraciət edirsiniz və son nəticədə isə artıq viza işləridir, sığorta, hesab açılışı, yəni əgər sizin hansısa bir təqaüd alma şansınız yoxdursa və yaxud da ki, hansısa bir təqaüdə müraciət etməmisinizsə, sizin blok akkauntunuz olmalıdır, Almaniyada olur. 11.000 avro, 10.000 avro, belə 11.000 avroya yaxın bir məbləğdir ki, hansı ki onlar bunu hər ay üçün müəyyən miqdar bölürlər və oradan siz ancaq müəyyən bir miqdarı çıxardıb istifadə edə bilirsiniz. Yəni, özünüzə bir növ təminat qoyursunuz ki, mən əgər qəbul olsam, gəlsəm, gəldim məsələn, qəbul oldum, viza alanda göstərməlisiniz ki, mən təqaüd oluram və yaxud da ki, özümü maliyyələşdirəcəm. Maliyyə prosesində isə
dəyişir, yəni hansı proqrama müraciət edirsiniz. Adətən bir proqram seçilir. Eyni anda iki yerdən təqaüd almaq mümkün deyil, yəni. Ola bilər ki, siz təqaüd alırsınız və ya getdiyiniz həmin tədqiqat qrupu bir layihə qrant yazır. Həmin dövrdə bəlkə ola bilər ki, sizə əlavə oradan da nəsə verilə bilər, amma dövlət tərəfindən eyni anda iki yerdən təqaüd almaq biraz problemli ola bilər. İndi dəyişə bilər əlbəttə ki. Ən çox bildiyimiz DAD proqramıdır ki, aylıq 934 avro bir təqaüd verir və Azərbaycan vətəndaşları üçün daha əlçatandır, yaxşıdır. Çünki mənim özüm də o təqaüdü almışam və yəni bəs edir müəyyən bir dövr yaşamaq üçün. Daha sonra onunla eyni qiymətdə, yəni məbləğdə olan Konrad fondunun olduğu təqaüddür və daha sonra Erasmusdur ki, Erasmusda isə biraz yüksəkdir sizə ödənilən məbləğ. Amma yenə də bundan da kənarda daha çox şeylər var. Yəni təkcə bu üç mənbə deyil. Bəzən universitetlərin özü belə sizə təklif edə bilirlər müəyyən şey, yəni təqaüd proqramları və yaxud da ki göndərirlər sizə, burada eyni zamanda orada başvurursunuz. Əgər rəqabəti qazansaz, oradan keçsəz, eyni zamanda yəni təqaüd almış olursunuz. Daha sonra bizdə doktorantura strukturu, mən çox hakim olduğum hissə burada. Magistratura biraz bilmədiyim hissə idi, amma ümid edirəm məlumat çatdıra bildim. Magistraturadan sonra doktorantura gəlir. Amma əgər tələbələr biologiya 4 il ixtisası bitiribsə, magistratura daha sonra doktoranturaya qəbul olurlar. Amma tibb universitetinin tələbələrində biraz rahatdır bu. Onlar 6 il, biz 6 il təhsil və yaxud da ki, 5 il təhsildə də böyük ehtimal tanınır. Birbaşa doktoranturaya qəbul şansı böyükdür. Yəni də öz ixtisasına uyğun sahəyə getməlisən, yəni çox kənara çıxmamalısan. Müddət ümumiyyətlə 3 il hesab olunur. 5 ilə çıxanlar varmı? Ola bilir. Bəzən hər hansı bir tədqiqat yaxşı getmir və yaxud da ki, bir müddət ara verə, bir semestr, 2 semestr ara verə bilənlər də olur. Tez müddətdə də bitirmək olurmu? Ola bilər. Daha stresli olur. Amma bacarmaq olar. Əksər maliyyə PhD işləri əslində PhD dövlət proqramı tərəfindən həm siz təqaüd ala bilərsiniz, həm də ki, Alman universitetləri sizi işçi kimi də götürürlər. Belə bir şey də var. 65%lik bir kontrakt bağlanır sizinlə. Bu da təxminim 1900 avro o ərəfələrdə olur. Bu sizin üçün vergi və sığorta çıxılmış bir məbləğdir. Həmin il ərzində siz qəbul olursunuz, tədqiqat aparırsınız, elmi işinizi görürsünüz, həm də ştatlı işçi kimi fəaliyyət göstərirsiniz. Və 2 model var ümumiyyətlə doktorantura təhsilində. Birinci model odur ki, individualdır. Magistratura proqramında başvuranda biz birinci gedirdik. İndi bundan sonra yeni danışacağım. Birinci gedib proqramı tapırdıq. Sonra supervizor görmürdük də orada, yəni proqrama qəbul olursan. Doktoranturada isə araşdırırsan, hansı sahəni istəyirsən. O sahədə olan bir proqram, universitetin işçi qrupunu tapırsan, işçi qrupunda supervizora, yəni professora yazırsan və onunla birbaşa əlaqəyə keçib bu şəkildə davam edirsən. Demək olar ki, orada çox bir dərs alınmır. Sadəcə sən 90% tədqiqat aparsan, 10%dəki ola bilər ki, hansısa bir kurs keçəsən, istəsən universitet daxilində. Digər isə strukturlu doktoranturadır ki, burada da məktəbi, yəni normal olaraq sən 3 il ərzində alt dərslər, müəyyən dərslər alsan, burada da yenə statistika proqramlarıdır, yazı etika qanunlarıdır, bu kimi dərsləri alırsan. Sonra tədqiqatını aparır və bitirirsən. Və doktoranturanı bitirmə şərtləri də fərqlidir. Adətən biz Almaniyada deyirlər PhD-yə uyğun ISI-HUM deyə gedir əslində. Yəni Science of Human biologiyanı bitirən tələbələr daha çox PhD
qəbul olurlar. Onlar hansı ki, bitirməyində şərtləri var. 2 dənə məqalə nəşr etməlidirlər. Tibb universitetini bitirən tələbələrdə isə bu proses daha yüngül olur əslində. Biz doktor med kandidat olar, doktor medi müdafiə etmiş olursunuz, tibb elmləri üzrə olur. Burada sizdən hər hansı bir məqalə nəşri gözlənilmir. Şərtlər daha yüngül olur. Bu dövrü əslində çox aşağı ola bilər, yəni 3-5 ilə çıxmaya bilər, amma yenə də sizdən asılıdır. Universitet əslində sizi narahat etmir, sizə 5 il müddət verir və bu dövrdə nə vaxt istəsəz müdafiə edə bilirsiniz. Müraciət prosesində isə birinci pillə dedim ki, bayaq supervisor axtarırıq biz. Supervisor isə məsələn, necə deyim, molekulyar tibb sahəsində bir iş görmək istəyirik, marağımız buradır. Hansı əyaləti istəyirik? Birinci əyalətə baxmalıyıq və yaxud da ki, hansı universiteti istəyirik? Hər kəsin ağlında bir universitet olur, adətən ora getmək istəyir. Onun proqramlarına baxır və işçi qruplarına baxır. Əgər sənə uyğun olan bir işçi qrupu varsa, oranın supervisoruna yaza bilirsən. Supervisor'a yazanda isə birinci məsələn direkt yazmasanız yaxşı olar. Yəni gördüm tez yazım yox. O işçi qrupun işlərinə baxmaq lazımdır. Ümumiyyətlə son illərdə necə fəaliyyət göstərirlər, hansısa bir məqalələri çap olunurmu? Ümumiyyətlə o professorun yəni skolar keçmişinə baxırsan ki, nələr yazılmışdı, hansı sahəyə çox gedir. Daha sonra artıq məktub yazırsan. Əlbəttə ki, bu məktubda çox uzun yazmağa ehtiyac yoxdur. Bəzən mənə də yazırlar, o hansı ki konferanslarda çıxış eləyəndə bəzən professor deyə yazırlar. Ondan sonra kiminsə e-mail şeyinə düşür, başlayırlar yazmağa. Mənə də yazılır uzun səhifələrlə. Professor, biz qəbul olmaq istəyirik, bunu bilirik, bunu bilirik. Ona heç kim baxmır. Həmişə professorlar özləri də deyir, amma mən professor deyiləm. Yəni o uzun e-maillərə heç kim baxmayacaq. Sadə, yığcam və konkret şəkildə yazmaq lazımdır. Ümumiyyətlə dediyim kimi, birinci professoru araşdırdıq, amma gördük ki, bu necə biridir, nə iş görür. Özünüz haqqında bir məlumat qısa yazırsınız. Onun hansısa bir işi və o sahəyə getmək istəyirsinizmi? Yaza bilərsiniz. Məsələn, mən bunu gördüm və bu mənim diqqətimi çəkdi və bu şəkildə davam edirsiniz. Marağınızı göstərirsiniz, CV-nizi əlavə edirsiniz. Yenə də orada onu çox da tərifləməyə ehtiyac yoxdur. O zaman onda da o daha çox qeyri-səmimi çıxacaq. Bu da qarşı tərəfdən bir mənalı qarşılanmır. Əgər professor qəbul edirsə, sizə geri dönüş edirsə nə yaxşı. Bu arada da ümid itirməmək lazımdır. Bəzən geri dönüş etmirlər və yaxud da ki, çox gec geri dönüş edə bilərlər. Ona görə də birinə yazıb gözləmək lazım deyil. Yəni, bir neçə yerə yazmaq, müraciət etmək lazımdır. Daha sonra müsahibə olur. Adətən supervisor cavab verirsə, sizinlə görüşmək istəyər, maraqlı olur. Canlı və yaxud da Zoom vasitəsilə sizinlə danışacaq. Bu əsnada təkcə supervisor, yəni elmi rəhbər sizi seçmirsiniz və eyni zamanda elmi rəhbəri seçirməlisiniz. Yəni ola bilər ki, siz onun üçün çox yaxşı olasınız, yəni işləyəcəksiniz, iş aparacaqsınız, amma görürsünüz ki, yox, bu tədqiqat qrupu sizlik deyil, yəni hansısa işi o danışanda deyəndə görürsünüz, xeyr, bu mənə uyğundur. Bu qarşılıqlı olmalıdır. Yəni təkcə bir tərəfli olsa sonra yaxşı olmur. Yəni sırf gəlib tədqiqat etmək, çünki doktorantura təhsili həqiqətən biraz da mental möhkəmliliyə bağlıdır. Yəni bir yerdə dursaz, onlar üçün bilirsiniz, yəni davam edə bilmirsənsə, yəni edə bilmirsənsə saxla deyəcək. Yəni heç kim əla get deyə bilərlər, amma yenə də yaxşı olardı ki, qarşılıqlı seçim olsun. Müsahibə də olsa artıq siz qəbul məktubu almış olursunuz. Bundan sonra isə artıq vizaya başvurursunuz, bu kimi şeylər. Əlbəttə ki, həmin dövrdə universitet dediyim kimi işçi kimi 65% verə də bilər və yaxud da deyə bilər ki, ümumiyyətlə siz özünüz və yaxud da ki, həmin layihənin, yəni işçi qrupunun bir layihə qrant qazanmış olur, onun bir yeri olur, məsələn, postdoc boş yeri vakansiyası olur, PhD vakansiyası, magistr vakansiyası, onda da onlar sizə ödəniş edib təqaüd verə bilirlər. Bəzən ümumiyyətlə deyir ki, get özün təqaüd proqramı tap, onda gələ bilərsən. Buna da diqqət etmək lazımdır. Maliyyələşmələr özdə yenə də DAD üzərindən maliyyələşə bilərsiniz.
1200 avro təxmini verirlər. Uzadılma şansı da ola bilər. Adətən yenə yol pulu, tibbi sığorta kimi bir də ki tədqiqat dəstəyi sizə kömək olur. DAD-nin öz saytı üzərindən başvura bilirsiniz. Daha sonra yenə digər Alman araşdırma fonduna başvura bilərsiniz. Oradan da eyni şəkildə adətən bu araşdırma fondlarına, qrantlara supervizorla birlikdə hər hansı bir layihə yazılır. O şəkildə başvurulur. Max Planck proqramına girə bilərsiniz və ən məşhurlardan biri də ki Marie Curie təqaüdüdür. Marie Curie təqaüdündə həddindən artıq yüksək rəqabət olur. Amma məbləğ də yüksək olur. Yəni nəyə də yox, yəni yoxlamağa dəyər. Və yenə də gələcəm DAD-nin yəni əsas kriteriyalarına, nələr sizdən tələb olunur, hansı yola gedə bilərsiniz. Əslində bu tam DAD deyil də bütün təqaüd proqramlarında sizə bunlar tələb olunacaq. Yenə ortalama. Bu ortalama bəzi yerlərdə gördüyünüz 80 plus yazdım, bəzilərində 85 dəyişir. Təqaüd proqramlarına görə dəyişir. Proqramlar ümumiyyətlə magistr və ya da doktorantura proqramlarına görə dəyişir. Yaxşı olardı ki, yüksək olsun. Yenə mənim sizə tövsiyəm bundan ibarətdir. Tibb Universitetində bizdə elmi məqalə yazmaq tələbi olaraq yox idi. Yəni bizim də ən azından mən etməmişdim, öz adıma deyim. Rezidentura vaxtı yazmışdım. Bunların olması sizə üstünlük gətirəcək. Nə qədər çox olarsa, yəni nə qədər hansısa konfransda çox iştirak edərsinizsə, yəni konfransda dinləyici qismindən daha çox çıxıb çıxış etmək, ən azından bir posterin özü belə böyük bir şeydir. Yəni poster çıxışı etmək, onlayn çıxış etmək, məruzətçi olmaq sizə çox böyük üstünlüklər gətirəcək. O onu göstərir ki, siz daim aktiv bir background-a sahibsiniz. Motivasiya məktubu yenə burada vacibdir. Bəzi proqramlar geri dönüş tələb eləyirlər, təəssüf ki. Yəni mən sənə təqaüd verirəm, gedirsən, təhsilini alırsan və ölkənə geri dönməlisən. Səni o ölkədə saxlamır və yaxud da ki, təqaüd aldığın ölkə səni geri çağıra bilər. Bu da mümkündür. Bu da əslində yaxşı bir üsuldur. Yəni öyrəndiyin bir şeyi geri dönüb ölkənə töhfə vermək. Bu tələb oluna bilir bəzi məktublarda. Tövsiyə məktubu yenə dediyim kimidir. DAD-də isə digər bir diqqət edilən məsələ sizdən sosial aktivlik, liderlik təcrübəsi bəzən istəyə bilərlər. Almaniya, ümumiyyətlə Avropa və Amerikada da elədir. Daha çox sizin insanlarla ünsiyyət qurmaq bacarığınıza baxırlar. Situasiyalardan çıxmaq vəziyyətlərinizə baxırlar. Yəni əgər onu idarə edə bilirsinizsə, nə qədər sosial insansınızsa, deməli bir o qədər də çətin vəziyyətlərdən çıxa biləcəksiniz. Ona görə də nə qədər könüllülük, ictimai, məsələn, könüllülük proqramları varsa, hansısa bir tələbə birlik cəmiyyətləri varsa, mən də tələbə vaxtı onların müəyyən layihələrində iştirak edirdim, könüllü olaraq gedirdim və yaxud da ki, hətta biz layihələr də yazırdıq Gənclər Fonduna. Yəni maraqlı olurdu, həm təcrübə olurdu, həm də ki bir background olurdu, öyrənmiş olurdunuz. Və karyera, yəni bəzən sizdən soruşurlar ki, okey, bitirdim bunu, sonra məqsədin nədir? Yəni bu təhsili alıb nə edəcəksən? Necə bir fikirləş, gələcəyi necə görürsən? Bunu da sizdən bəzən müsahibələrdə istəyə bilirlər. Əslində, yəni yalnızca sizdən ağıl və yaxud da ki bilik deyil, həmçində məqsəd yönlü və sosial cəhətdən nə dərəcədə fəal olduğunuzu görmək istəyirlər. Ona görə də insan seçib maliyyələşdirə bilirlər. Və beləliklə mənim ən maraqlı, məncə mənim daha çox bildiyim yerlərdən biri dövlət proqramıdır. Hazırda mən özüm də Təhsil və Elm Nazirliyi tərəfindən dövlət proqramı təqaüdçüsüyəm. Sonuncu ilimdə artıq. Bu nə dərəcədə rahatdır deyərdim. Həm təqaüd miqdarına görə, yəni məbləğə görə rahatdır. Həm bakalavr, həm sizə magistr dövründə, həm də ki doktorantura dövründə təqaüdlə təmin edirlər. İldə 2 dəfə müraciət tarixi var. Bu indiki müraciət tarixidir, yəni artıq bitir, az qalıb. Digər müraciət tarixi isə hər zaman səhifələrində elan edilir. Sizin viza xərclərinizdir, təhsil xərclərinizdir,
Daha sonra sığorta xərclərinizdir. Universitet rüsumu dedim, yəni mən 150, 160 avro dedim. Yəni bu nə qədər olur olsun, onlar xərclənir. Yəni dövlət tərəfindən geri ödəniş olur sizə. Və sadəcə onların yeni şərtlərindən biri ölkəyə geri dönmək və ölkədə müəyyən bir il ərzində, bir neçə 5 il ərzində fəaliyyət göstərməlisiniz ölkə üçün. Və çox maraqlı proqramlar var. Mən məsləhət görərdim, yəni baxasınız orada. Çünki həddindən artıq son siyahına mən də baxdım. Hər il yenilənirlər o siyahıdakı universitetlər. Hansı sahələr ola bilər sizə deyim, yəni dövlət proqramında magistraturada yenə də ictimai səhiyyədir, ən məşhurlardan biridir. Hətta Amerikaya qədər belə onlar təqaüd verə bilirlər. Almaniyada, Hamburqda, Münihdə, Bremendə, Göttingen Universitetində uyğun proqramlar tapa bilərsiniz bu sahədə. Sonra biotipdir, molekulyar elmlərdir. Məşhur məsələn təkcə Almaniya olmasın, Londonu, yəni Imperial College London var, Edinburgh var, Cambridge var, Oxford var. Çox maraqlı tədqiqat proqramları var. Həmçində məzunlar da bəlkə də səhifələrdə görmüsünüz. Çox gözəl, hal-hazırda ən yaxşı yerlərdə işləyirlər. Çox gözəl idarəçi insanlardır. Yəni təhsillərinin keyfiyyəti də yüksəkdir. Və epidemiologiya, biostatistika yenə də Avropa içində siz bunlara baxa bilərsiniz. Yəni əslində bu universitetlərin qəbul siyahısında Almaniyada böyük, yəni o siyahıda top 200 var, top 100 var, dəyişir bunlar proqramlara görə. Onlarda ən çox ağırlıq Almaniyadadır. Hal-hazırda tələbələr əlbəttə ki. Türkiyədə də çox tələbə olan var, daha sonra isə Almaniyadadır. Digər şey isə doktorantura təhsilidir dövlət proqramı tərəfindən. Burada da şərtlər biraz sərt ola bilər, amma dəyişkən deyəndə top 200-də olmalıdır, xüsusi bir reytinq cədvəlində olmalıdır. Amma yəni mənə elə gəlir ki, çox tələbələr seçəndə universiteti artıq onlar top 200-də, yəni yüksək reytinqli universitetlər olurlar. Bunlar onu çox problem etmirlər. Hətta bəzən səhv etmirəmsə, o siyahıda olmayıb da, əgər universitet yaxşıdırsa, onlar da sizə qəbul verirlər. Qəbullar onkologiyadır, nevrologiya, genomika, bioinformatikadır, immunologiyadır. Bu son illərin ən məşhur sahələrindən biridir. O sahələrdə qəbul alırsınız. Qəbul şərtindən qısa deyim necə olur. Siz universitetdən qəbul alırsınız, şərtsiz qəbul almalısınız. Yəni o qəbulda heç bir buna görə qəbul edirəm, amma bu olduqda deyil. Birbaşa siz bu sahəyə qəbul oldunuz. Alırsınız qəbul məktubunu, dövlət proqramına müraciət edirsiniz. Dövlət proqramı saytı açılır, hər il qəbul üçün sənədlərinizi doldurursunuz. Əgər həmin o pillə birinci mərhələni keçirsinizsə, ikinci mərhələdə artıq müsahibə olur. Azərbaycandan onlayn və fiziki şəkildə olur. Sizin ixtisasına həmin qəbul dövründə, məsələn, doktoranturaya qəbul olursunuzsa, əlbəttə siz orada bir də hansı sahədə elm araşdırma edəcəksiniz, bir qısa xülasə yazmış olursunuz. Həmin xülasə haqqında sizə sual verirlər. Birinci il, ikinci il, üçüncü il nəyə görəcəksə, nəyə görə bu işi görsə, nəyə görə bu tədqiqatı eləyirsə, nəyə görə məsələn bu hüceyrə xəttini seçmirsən. Yəni orada mütəxəssislər olur və çox yəni dərin suallar verə bilirlər sizə. Əgər müsahibəni də keçmiş olursunuzsa, artıq qəbul olursunuz və bundan sonra müəyyən tələblər və təqaüdü ala bilirsiniz. Digər isə Almaniyada qabaqcıl elmi infrastrukturdan biraz tez danışım, vaxtınızı çox almayacağım. Hansı ki, bunların çoxsunu mən Heidelberg Universitetinin özündən qoymuşam, yəni öz mərkəzdə olan sahələrdir. Məsələn, NGS platformalar var ki, genom izlərini oxutmaq üçün bu cihazlar yəni, çox güclüdürlər. Hansı ki, Azərbaycanda bildiyim qədərilə çox yoxdur, girişi məhduddur və bu isə Almaniyada rutin bir laboratoriya işidir. Çox bahalı kitlərdir, bahalı eksperimentlər aparır və bunlar sizin tədqiqatlarınız üçün çox gözəl ola bilər, dərin töhfə vermiş ola bilər. Struktur biologiyasıdır, hansı ki, proteinlərin 3D strukturunu öyrənməsidir. Burada mən EMBL-ı göstərmişəm, hansı ki, EMBL Almaniyada ən böyük mərkəzlərdən, tədqiqat mərkəzlərindən biridir. Əgər orada olursunuzsa və orada fəaliyyət göstərir, tələb olursunuzsa, bu sizin CV-niz və background-unuz üçün çox güclüdür. Çox maraqlı da konferansları və yaxud da treninqləri olur, izləyə bilərsiniz. Biodata analizlərdir, hansı ki,
bioinformatika serverləri orada fəaliyyət göstərir, superkompüterlər olur. Orada maraqlıdır. Məncə bioinformatika, biostatistikaya maraq olanların gedə biləcəyi ən yaxşı sahələrdir. Və konfokal mikroskopiya sahəsi var. Bu sahələrlə də məşğul ola bilərsiniz. Bunlar isə son illərdə tədqiqatlarda, ümumiyyətlə məqalələrdə çox tələb olunur. Çünki əvvəllər daha az edilirdisə, daha az əlçatan idisə, indi əlçatanlığı rahatdır və nə qədər bu üsulları bilirsinizsə, sizin background daha güclü olmuş olacaq. Və laborator avtomatlaşdırılması, robot sistemlər, yüksək həcmli skrininqlər edə bilərsiniz burada və nanobiotexnologiya son olaraq bundan danışacağım. Çünki mənim öz sahəmdir. Nano hissəciklərlə işləmək son illərdə məşhur sahələrdən biridir və məncə gələcəyi də yüksəkdir. Çünki nano hissəciklərin və süni intellektlə nano hissəciklərin, nano biosensorların idarə edilməsi böyük bir gələcək vəd edir. Sonra nəzərə alsaq ki, hazırda bəzi işlər artıq onlayn idarə edilir, uzaqdan idarə, süni intellektin tibbə inteqrasiyası, bu kimi sahələr daha yaxşıdır, nəinki fiziki sahələr. Çünki artıq insanlar da fiziki olaraq işləməkdən daha çox kənardan hər hansı bir işi idarə etməyə üstünlük verirlər. Və belə tələbə oldunuz, bitirdiniz, artıq nə edə bilərsiniz? Ümumiyyətlə tələbə dövründə deyək. Tələbə dövründə təqaüdlərlə bərabər siz müəyyən işlərdə işləyə bilərsiniz. Siz bunu amma müəyyən bir saat hesabı deyirlər. Ondan artıq işləyə bilməzsiniz. 10-15 saat və yaxud da ki 20 saata qədər işləmə şansınız var. Bunlardan biri lab asistandır ki, məsələn, supervizorinizlə danışa bilərsiniz. Orada texnik kimi işləyirsiniz. Günün 3-4 saatı fərqli olur, yəni işləyə bilərsiniz. Dataları hazırlayırsınız, texnik kimi işləyirsiniz və müəyyən qədər də sizə ödəniş olur. Saat hesabı hardasa 13-17 avro arası dəyişir. 2026-cı il üçün saat hesab ödənişlər də artırılmışdır. Bunu da nəzərə alarsınız. Research assistant kimi tədqiqat köməkçisi ola bilərsiniz. Yəni, hansısa bir layihədə köməkçi kimi yenə fəaliyyət göstərə bilirsiniz və kampus işi görə bilərsiniz. Yəni, kitabxanada, kafeteriyada, administrativ işlərdə götürürlər. Ümumiyyətlə, tələbələrə yəni, kömək etməyə onların minimum əmək haqqı ilə müəyyən bir ödəniş, 400-600 avro arası bir ödəniş olur. Bunu almaq yaxşıdır. Özünüzə də həm motivasiya olmuş olacaq, həm də ki, müəyyən qədər maliyyə dəstəyi də olmuş olacaq. Bunlardan bir də mini job deyirik biz. Yəni də saat hesabı işləyirsiniz. 2026 üçün bu 581 avro olmuşdur. Rəqəmləri ona görə deyirəm ki, biraz da yəni əlbəttə nə qədər təhsilə geçsək də, elmdəysək də bunun arxa fonunda maliyyə durur. Yəni maliyyə motivasiyası aşağı olduqda çətin olur başqa bir ölkədə yaşamaq. Belə məzun olduqdan sonra isə karyera və əmək. Əmək yəni necə olur, əmək haqqı necə olur? Doktoranturanı bitirirsinizsə, bu ilk əgər sadəcə magistraturanı bitirmişsinizsə 3500-4500 arası ala bilirsiniz. Əlbəttə ki, burada dəyişmiş olur. Yəni, yenə də hansı işə qəbul olursunuz, hansı pozisiyada qəbul olursunuz, ştat necədir və həmin sizin vergi statusunuzla da asılı, yəni müəyyən vergi dərəcələri var, sizdən hansı dərəcəyə çıxacaq, ona uyğun olaraq dəyişmiş olur. Tədqiqat sahəsində qala bilirsiniz, universitetdə və institutda, yəni tədqiqatçı kimi işləyirsiniz, bu da yəni kifayət qədər yüksək məbləğdir. Əgər siz artıq PhD-ni bitirmişsiniz, plus 5 ildə özünüzün tədqiqat sahəsində bir təcrübəniz varsa, bu ödəniş daha yüksək olacaq. Hazırda isə yüksək bir vakansiya açıqlığı var. Nəyə görə? Çünki bu sahələrə həm məşhurdur, son illərdə gedən çoxdur, bəzənsə ağırlığına görə getmək istəməyənlər də vardır. Yəni, nə qədər ki, siz araşdırsanız, hansı sahə artıq məşhurdur, hansı sahəyə daha çox ehtiyac var, hansı ölkədə və ya hansı əyalətdə ehtiyac var, ora yönəlsəz, orada iş tapmaq, təhsili davam etdirmək sizin üçün daha asan olur. Çünki özləri belə etiraf edirlər, yəni vakansiya var, maraqlı vakansiyalar var, sadəcə vakansiyaya uyğun olmaq lazımdır və biraz da şanslı olub onu tam zamanında tapmaq lazımdır. Və belə
nə qədər portfolyonuz güclü olsa, yəni bu dediklərim nə qədər sizdə yaxşı olsa bu bacarıqlar, əlbəttə ki, yəni doktorantura təhsili, magistratura təhsilindən sonra işə qəbul şansınız da o qədər yüksək olur. Yəni təkcə Almaniyada deyil, başqa Avropa ölkələrinə də keçid edə bilirsiniz. Hətta keçən dəfə elmi rəhbərim belə bir nümunə gətirmişdi. MBL-də işləyən bir qız, bayaq danışdım, hansı ki, protein, 3D onların strukturuyla məşğul olurlar. Çox yaxşı bir yüksək impact faktorlu jurnalda bir məqalə çap etməklə hətta onun Londondan belə iş təklifi gəlir. Yəni siz nə qədər görünür olsanız o qədər yaxşıdır. Yəni CV-niz akademik səviyyədə olmalıdır. Yəni nə qədər yaxşı nəşrlər, kurslar, hansısa bir layihələr olmalıdır. Onlar sizə üstünlük verəcək. Bir də ki, yenə də məqalələriniz olsa yaxşı olardı və LinkedIn nə qədər desək ResearchGate-dir, LinkedIn-də bu yerlərdə də aktiv olmaq sizi daha görünür edir. Çünki bəzən yəni o işə götürən insanlar bəzən axtarırlar, o həmin portfolyolara baxırlar. Sizin nə qədər aktiv olduğunuzu görürlərsə və yaxud da ki, sizin hansı sahəyə doğru getdiyinizi görürlərsə, əgər görürlərsə ki, bu sahə bu son illərin ən məşhur sahəsidir və siz burada yaxşı bir töhfə verə bilərsiniz onların şirkəti üçün və yaxud da ki, laboratoriyalar üçün vacib bir insan ola bilərsiniz. Əlbəttə ki, sizə orada birbaşa müraciət edirlər. Ən yaxşı iş, yəni portfolyonuzu nə qədər zənginləşdirsəniz, o qədər yaxşı olar. Və Azərbaycana müraciət etməyin strateji üstünlükləri. Düzdür, biz bildiyimiz kimi Azərbaycan Boloniya sistemi təsdiq olunduğu üçün, yəni əslində qəbul şansımız çoxdur və bunu ANABİ saytından da artıq məncə tibb tələbələri özləri bilirlər. Yəni birbaşa girib necə baxmaq lazımdır, diplom tanınırmı, tanınmırmı. Bəzən H+, yəni tanınır, görə bilirik, amma neçə ilini tanıyır, bu da problem ola bilər və bilirəm ki, ictimai səhiyyə, tibbi profilaktika fakültələrində diplom tanınma problemləri var. Müəyyən bir hissəsi tanınır, müəyyən bir hissəsi isə yox. Hansı halda tanınmada problem olur? Bitirdikdən sonra FSB vermək, aprobasiya vermək bilirəm. Yəni hər kəsin bir arzusu olur klinikada işləmək kimi. Bu hallarda problemlər yarana bilirlər. Və bunu da qarşısını almaq üçün bəzən sizdən müəyyən bir dərs hesabı, dərs istəyə bilir, yəni dərs almanızı tələb edirlər. Hətta bəzən yenidən universitetin məsələn 3-cü, 4-cü kursundan təhsil almalısınız. Amma mənim dediyim, əgər akademik yolla gəlirsinizsə, gəlmək istəyirsinizsə, bu daha rahatdır. Məncə son illərdə yəni artan bir tendensiya ilə davam edir. Çünki həkimlərin yükü də artıqdır hal-hazırda. Yəni düzdür, onlara yenə də kadr çatışmazlığı var həkimlər üçün də. Amma hansı bir biostatistikada və yaxud da ki, public health-də, səhiyyə menecmentində, idarəsində bu kimi sahələr daha maraqlıdır və diqqət doğurur və insanlar da bu tərəfə daha çox yönəlir əslində. Kadr çatışmamazlığı var. Yəni bu hətta belə bir proqnozda var idi. 2030-cu ildə bu 240 minə qədər də gəlib çata bilər, hansı ki, tibbi sahədə olacaq. Bu da bugün belə hiss olunur. Yəni bunu da nəzərə ala bilərsiniz. Vizada almaq çətinlik olmur əslində. Yəni çünki mən 2-3 desəm yadımdan çıxıb bu şəkildə almışam. Yəni bir dəfə 1 illik research assistant kimi gəlmişəm. Daha sonra 3 il doktorantura. Bunun hər birində çox rahatlıqla almışam. Çünki əgər sizin qəbulunuz varsa, təqaüdünüz varsa, sizə heç bir problem yaratmayacaqlar. Yəni viza alınımda. Yenə də tələbə və məzunlar üçün iş imkanları yenə eyni yerə gələcəm. Magistratura proqramlarında public health-dir, epidemiologiyadır, molekulyar biologiyadır, bioinformatikadır, clinical research-dir. Bunlar yəni Azərbaycan Tibb Universitetinin diplomlarının çox rahat şəkildə siz magistr proqramlarına qəbul ola bilərsiniz. Mənim öz tövsiyəm olardı ki, yaxşı olardı ki, bunu da yoxlayarsınız. Həm sizin üçün bir həyat təcrübəsi olardı. Yəni başqa bir ölkədə yaşamaq, insanlarla başqa bir dildə danışmaq, insanlarla ünsiyyətdə olmaq, həmçində təhsil almaq. Bunu hər şeyi bir kənara qoyaq, CV-ni kənara qoyaq, nə bilim portfolyonu kənara qoyaq. İnsan olaraq sizin öz inkişafınıza çox yaxşı təsir edir. PhD istiqamətləri də yenə onkologiya çox məşhurdur.
Yəni bu məncə bitməyə, sonu olmayacaq bir sahədir. Çünki hər il hər kəs bir şeylər tapmağa çalışır, bir şəkildə bunun qarşısını almağa çalışırıq. Genomika, bioinformatika yenə eyni şəkildədir. İş imkanları əgər tamamlayırsınızsa, yəni laboratoriyada işləyə bilərsiniz. Doktorantura sonra postdoktor, məsələn, research assistant kimi gedə bilirsiniz, research scientist kimi gedə bilirsiniz. Maraqlıdır, koordinator gedə bilərsiniz. Bunun iş yükü də çox deyil, daha rahat ola bilər. Sonra data scientist ola bilərsiniz. Yəni fərqli sahələrdə çalışa bilərsiniz. Sizə aldığınız təhsil və ümumiyyətlə Avropa, xüsusilə də Almaniya diplomu sizə bir çox qapıları çox rahatlıqla aça bilər. Bu şəkildə mən ümid edirəm nəsə çatdıra bildim. Bəlkə də tez-tez danışdım, bəlkə də nəyisə üstündən keçmiş oldum. Amma bildiklərimi ümid edirəm çatdırdım. Bu qədər. Çox sağ olun, təşəkkür edirəm vaxtınızı ayırdığınız üçün, dinlədiyiniz üçün. Biz çox təşəkkür edirik. Çox sağ olun. Çox səmimi və çox detallı bir izah oldu. Əlinizdən gəldiyi qədər çox bilinir ki, həm hər sahəni çatdırmağa çalışdınız və bizə də mən şəxsən bütün məlumatları əldə etdiyimi düşünürəm bu webinardan. Yəni artıq Almaniya yolumu hazırlaya bilərəm. Çox sağ olun. Onda əgər sizə də uyğun olarsa, ilk sualı mən vermək istəyirəm. Bu son danışdığımız hissədə dediniz ki, birbaşa doktoranturaya vermək mümkündür. Çünki mən öz yolumda fikrim də o idi ki, ilk öncə magistr oxuyub sonrasında doktorantura planlamışdım. Amma bu dediyiniz əslində maraqlı gəldi. Sadəcə bilmək istədim ki, siz tövsiyə görərsinizmi? Məsələn, siz özünüz rezidentura bitirdikdən sonra bu pilləyə gəlmisiniz də. Sizcə birbaşa doktorantura oxumaq həm bilikləri qavrama baxımından, həm həyat baxımından daha rahat olarmı, yoxsa çətinliklər yaradar? Səmimi olsam çətinliklər yaradar, nə mənada? Çünki onun hər biri düzdür, biz biraz istəyirik birbaşa keçək, rahat olsun. Amma hər birinin öz təcrübə bazası vardır. Məsələn, mən rezidentura vaxtında nəyi öyrəndim? Daha çox yerdə işlədim, biraz qəribə çıxacaq amma çox işlədim, çox insanla ünsiyyətdə oldum və orada fikir verdim ki, mənə nəsə tədqiqat maraqlı gəlir. O arada da eşitdim ki, universitetin tələbə cəmiyyəti tərəfindən autorek keçirilir. İndi də yenilikcə yenə keçirildi də. Okey dedim, mən niyə də yox. Getdim elmi tədris terapevti klinikasında işləyirdim o zaman. Orada müdirlə danışdım. Əlimizdə işlərimiz vardı, datalarımız vardı. O dataları çıxartdım. Biraz onlar haqqında xəstə statistikası apardım. Yazdım və çıxış elədim. Bunu mənə nə öyrətdi? En azından bir abstrakt quruluşunu biraz öyrəndim ki, nəyi necə yazmalıyam. Nə bilim, orada bir şərtlər var. 200 söz yaz, necə 3 dəqiqə, 4 dəqiqə çıxış etdi məsələn. O özü belə bir sən onu idarə etməsən. Məsələn, siz bu gün məndən 30-40 dəqiqə çıxış o fikirləşdim ki, aha, mən nə danışa bilərəm də yenə. Çünki son illərdə ən çox istənilən şey 3 dəqiqə, 5 dəqiqə, maksimum 10 dəqiqə, yəni sən dur danış. Professorsunuzsa bəlkə 25-30 dəqiqə sənə belə xüsusi bir təklif ola bilər. Orada məsələn 4 dəqiqə danışırsan, sən vaxtı idarə edirsən, sən ümumiyyətlə dataları necə statistika aparmalısan, necə yazmalısan, statistikanı apardın məsələn də, necə yazmalısan ki, qarşı tərəfə çatdırasan. Və bunların hamısı sizin üçün çox böyük üstünlüklər verir. Əlbəttə, əgər oranı qazanırsınızsa, qazandınız, qazanmadınız, bunun fərqi yoxdur. Yəni, bu sizə necə deyim, orada olmağınız belə sizə illər sonra çox maraqlı bir xatirə olur. Mən hətta kiçik bir kənara çıxacağım, mən unutmuşdum orada olduğumu. Çünki Autorek deyəsən 100-cü il Heydər Əliyevin 100-cü il dönümü ilə bağlı bir həmin dövr idi deyəsən və bizə rektor şey vermişdi. Nəysə, yeni yadımdan çıxdı. Yəni, təltif etmişdi. Ən yaxşı seçilən, səhv etmirəmsə, 10 ya da 20 çıxış olmuşdu həmin ildə. Bütün sahələrdən seçilmişdi. Təkcə laboratoriya deyildi də, yəni 10-20 nəfər idi, unutmuşam. Mən o şeyi tapanda, yadıma düşdü ki, yəni bu maraqlıdır. Mən unutmuşam, amma o mənim həyatımın dönüş nöqtəsidir. Yəni, mən qərar verdim ki, elm istəyirəm. Həmin ildə yenidən
buradakı elmi rəhbərimi tapdım, buraya gəldim bir il dövrdə. Düzdür, birbaşa mən də istəyirdim tez doktorantur eləyim, fikirləşirdim ki, bu yaşıma qədər bunu eləyəcəm, bunu eləyəcəm. Amma həmin o bir il dövründə nə öyrəndim? Ümumiyyətlə laboratoriyada nə iş görünür? Ümumiyyətlə doktorantura, rezidentura vaxtı da elə idi. Yəni bir pipet necə tutulur? Əgər sən tədqiqat bölməsinə gedirsənsə, mən o birisləri kənara qoyuram. Yəni bir hüceyrə kulturası ilə necə işləyə bilərsən? Laboratoriyada nələr var? Hansı laboratoriya? Bunları öyrənirsən. Yəni təməl bir şeyləri öyrənirsən. Ən sadə dünən biz müzakirə etdik. Excel öyrənirsən. Yəni Excel sadəcə girib rəqəm yazmaq deyil. Orada inanılmaz funksiyalarla nələr eləyə bilərsən. Çox yüksək bir statistika da apara bilərsən. Bunları öyrənirsən. Doktoranturanın, magistrda isə mən magistr tələbələrini nəyə görə düşünürdüm ki, hətta deyirdim, kaş ki, mən burada magistratura oxusaydım. Onlar bunun təhsilini alırlar. Biz gəlir doktoranturada bunu öyrənirik, bir-birimizlə timdə müzakirə edirik və yaxud da nəyəsə baxırıq, araşdırırıq. Bu insanlar gedirlər fakültəyə, fakültədə bunun dərsini deyirlər onlara. Bunlar onu orada da, yəni müəllimlə dərsini alırlar, imtahanını keçirlər və bizdən daha daha tez bilirlər də, necə deyirlər, daha əlçatan olurlar. Biz biraz kənarından getmiş oluruq. Amma yenə də doktoranturada da əlbəttə ki, öyrənirsiniz. Həmişə deyirlər ki, doktorantura həqiqətən də məndə də elə oldu. Yəni ilk birinci sadəcə nə baş verir deyirsən, ikinci il deyirsən ki, hə mən bu il qurtarıram, yenə nəsə olmur. Axırıncı, yəni 3-cü ilin axır 6 ayında sən tədqiqat eləmiş olursan, tezəsə keçirsən, yəni katastrofa keçir. Amma bu dövrdə geriyə baxanda görürsən ki, nə qədər şey öyrənmişəm, yəni nə qədər bacarıq öyrənmişsən, bu çox vacibdir. Amma bu yenə sizdən asılıdır. Yəni burada istəsəniz bir master də eləyə bilərsiniz, amma alınırsa PhD də edə bilərsiniz. Bu demək deyil ki, bacarmayacaqsınız, ya bu demək deyil ki, çox çətin olacaq. Hər kəs üçün fərqlidir. Yəni individualdır. Mən bu qədər rəqəm dedim, bu qədər yol dedim. Yəni hər şey fərqlidir. Sizdən də asılıdır, qarşı tərəfdən də asılıdır. Çox təşəkkür edirəm. Çox sağ olun. Cavabınız en azından dediyiniz kimi beynimdə bir şeylər formalaşdırdı. Mən də artıq çox haklısınız. Yəni hər pillənin öz maraqlı hissələri var. Onu öyrənmədən keçmək istəmirəm mən də. Əlbəttə ki, inşallah yaxşı olar sizlər üçün. Deyəsən çatda sual var idi. Dövlət təqaüdündə ödənişdə gecikmə olurmu? Müəyyən dövrlərdə olur, ola bilər. Ümumiyyətlə, başqa təqaüd proqramlarında da ödənişdə gecikmə olur. Yəni, bunu deyə bilmərəm ki, sırf bu təqaüd proqramında ödənişdə gecikmə var. Bu ödənişdə gecikmə məsələləri də bəzən iki tərəfli olur da. Yəni, məsələn, mən universitetə ikinci semestrə deyək ki, qəbul vaxtı açılıb 15 yanvarda və mən o sənədi 16-17 yanvarda ödəniş eləyib dövlət proqramına məsələn göndərmirəmsə, gəlib mən onu fevral, martda göndərəmsə, əlbəttə ki, dövlət proqramında mənə ona uyğun cavab verəcək və o şəkildə gecikmə sürüşə gedəcək də bir silsilə ilə. Amma siz nə qədər öz işlərinizə məsuliyyətli olsanız, o daha yaxşı ola bilər. Yenə də deyirəm, gecikmə əlbəttə ki, hər tərəfli mümkündür. Çünki bəzən bu başqa sizin yaşadığınız ölkədə bayram günləri olur, bürokratik işlər gecikə bilir və yaxud da ki, Azərbaycanda, yəni bəzən bayram 10 günə yaxın bayram günü olur. Yəni onda sizə yenə dövlət proqramlıq bir şey olur, nə sizdə ki, yəni siz o dövrü gözləməlisiniz məcbur. Doktorantura zamanı təqaüd daha çox sərf olur, yoxsa işçi olaraq universitetdə olmaq? Mən doğrusu işçi olaraq deyiləm. Yəni dövlət proqramı təqaüdçüsü olduğu üçün bunu yəni deyə bilmərəm hansı sərf edəcək. Hazırda mənim üçün dövlət proqramı daha rahat gəlir, yalan deməyim. Yəni öz ölkəmdən daha əmin şəkildə bir təqaüd almaq mənə rahatdır. Və aldığınız miqdardan asılıdır. Əgər siz təqaüd doktorantura proqramında çox yüksək bir təqaüdə layiq görülmüsünüzsə, yəni elə bir şeydir ki, o dövlətin verdiyi 1900 avron keçmiş olursa, Marie Curie kimi yüksək yerdə adı qazanmışsınızsa, əlbəttə ki, o olacaq sizə. Amma ki, təkcə məbləğ deyil, bir də kriteriyalar var ki, sizdən nə tələb olunur. Bəzən tələblər çox sərt ola bilər. Burada təkcə maliyyə olmur, yəni biraz da insan özünü də rahat etmək istəyir. Yəni təkcə maliyyə tərəfini düşünməmək lazımdır.
yenə də əlbəttə ki, başqa bir ölkədə bunu da nəzərə almaq lazımdır. Nə qədər yaxşı gəlininiz olsa, o qədər yaxşı, sizin üçün daha həyat keyfiyyəti olar. Yəni necə deyim, siz bir tədqiqat aparırsınız, bütün gün laboratoriyada olursunuz. Yəni yadıma düşür, səhər saat 5-də işə başladım olub, gecə saat 12-də durdum, çıxdım olub, həftə sonları işlədiyim olub. Amma əgər maliyyə problemlərin də varsa plus, o artıq səni yorur. Əgər yoxdursa, əlbəttə ki, daha biraz başı rahat işləyə bilirsən. Aha, webinar üçün. Buyurun, təşəkkür edirəm. Mən doğrusu karyera istiqamətimi tam olaraq bilmirəm. Çünki əslində dediyim kimi dövlət proqramından qazandığım üçün ölkəyə geri dönməliyəm. Belə bir öhdəliyim var. Əlbəttə ki, ölkəyə geri dönmə də bunu da demədim. Dövlət proqramına qəbul olanda siz yerli təhsil müəssisəsi ilə, hər hansı bir yerli təhsil müəssisəsi ilə müqavilə bağlayırsınız və bu müqavilə odur ki, siz təhsil bitirdikdən sonra həmin təhsil müəssisəsinə gəlirsiniz, iş yerinə gəlirsiniz, fərqi yoxdur. O müəssisə sizə 5 ildə işçi kimi işlədir, yəni ştat ayırır və o müəssisə indi sizi mənim məsələn gözləyir. Mən bitirdikdən sonra orada çalışmalıyam 5 il. Ona görə də yəni indi istiqamətim odur. Mən bitirirəm, ölkəmə dönürəm, töhfəmi verirəm, o sahədə çalışıram. Əlbəttə ki, yenə də əgər tam istiqaməti bilmək istəyirsinizsə, əslində yəni research olacaq, yəni araşdırma, eyni zamanda da həkim mikrobioloq kimi öz sahəmi davam etdirərəm. Gəlib, digər sual Əfsanə xanımdandır. Hazırda ATÜ-də biokimya üzrə magistr təhsili alıram. Bakalavr təhsilim ixtisasım biologiya olub, Almaniyada PhD təhsil almaq istəyirəm. Mənim sualım budur ki, laboratoriyada çalışan zaman bakalavr tip təhsili alanla biologiya tip təhsili arasında hansı fərqlər olur? Fərqlər dedim, PhD-də fərq olacaq. Əgər tibb universitetindən qurtarmısınızsa, doktorantura deyək də, doktoranturaya gələndə doktor med alma şansınız daha yüksək olur. Çünki tibbi bitirmisiniz, baza tibbdir. Doktor med alanda daha, yəni 1 ilə də bitirə bilər o doktor med tələbəsi, amma 5 il vaxt verilir də. Çox dərin eksperiment eləməyinə ehtiyac yoxdur və onun fakültədən də o dərinlik gözlənilmir. Məqalə çap etmə şərti var. Doktorantur, PhD, yəni biologiya qutaranla məqalə minimum 2 məqalə çap etmə şərti var. Bu da çoxdur. Yəni ümumiyyətlə bir çox universitetlərdə bu var, 2 məqalə. Bəlkə ola bilər dəyişər proqrama görə, yenə deyirəm, universitetə və əyalətə görə. Amma yəni fərq var. Tip qutaran biraz daha yüngül keçir, şərtləri azdır. Biologiya qutaranda isə daha dərin ola bilir. Dini Alman dili magistr üçün vacib deyil, bəs doktoranturada. Vacib deyiləyəndə əslində vacibdir. Dili bilsəz yaxşı olar, əlbəttə ki. Minimum şəkildə, yəni çölə çıxanda kimsə sizə nəsə deyəndə siz də ona geri cavab versəz daha yaxşı olar. Həm kommunikasiya qurmuş olarsınız, həm başınıza nə gəlir onu bilərsiniz. Çünki evə gələn məktubların heç bir ingilis dilində gəlmir, təəssüf ki. Sizə gələn xəbərdarlıqlar ingilis dilində olmur və yaxud da ki, hər hansı bir servislə danışanda ingilis dilində danışmırıq deyə bilərlər və bunların haqqıdır da müəyyən dərəcədə. Bilsəniz yaxşı olar. Doktoranturada da yenə məsələn, bizim laboratoriyanı misal gətirim. Bizdə 99% hətta deyərdim ki, fərqli ölkələrdən gələn insanlardır və ortaq dil olaraq məcbur ingilis dili istifadə edirik. Yəni, ingilis dili bilirsinizsə çox yaxşı, onsuz da bilməlisiniz, belə deyək də. Yəni, doktorantsızsa, siz bir research araşdırma edirsinizsə, hazırda beynəlmiləl dil olaraq ingilis dili gedir. Alman dilini bilsəsə, əlbəttə ki, sizə üstünlük olar. Yəni, əgər elmi rəhbəriniz Alman dilində, böyük ehtimal Alman olurlar və yaxud da ki, illər boyu Almaniyada yaşayan bir professor olsa, bu artıq Alman dilini bilmiş olur da. Yəni, Alman dilini bilməniz yaxşı olardı, amma demərəm ki, 100% tələb olunur. Yəni, ingilis dilindən də gələ bilərsiniz rahatlıqla. Buyurun, mən təşəkkür edirəm. Ümid edirəm ki, suallarınıza cavab verə bildim maksimum dərəcədə. Sualları olan varsa 1-2 dəqiqədə gözləyək. Ondan sonra bitirərik. Çox təşəkkür edirəm. Vaxtınızı ayırıb qoşulduğunuz üçün, belə detallı prezentasiya hazırladığınız üçün və suallara da dolğun cavab verdiyiniz üçün. Sizin də həftənizi biraz zəbt eləmiş olduq.
Yox, yox, narahat olmayın. Ümid edirəm sizə kömək oldu. Çünki mən bu şeyləri məsələn araşdıranda belə özüm gördüm ki, mən bunu məsələn gələndə bilmirdim. Əlbəttə ki, onda da çox araşdırma yox idi. Yəni hər bir dövrün şeyi var da. Onda yəni bəzi şeyləri bilsəydim, mən düşünürdüm bunu bəlkə belə eləyərdim. Siz demiş, bəlkə elə mən rezidentura qurtarıb bəlkə də master eləyərdim və yaxud da ki, indi data scientist nə bilim nəsə eləyə, bioinformatikaya girə bilərdim. Yəni çox sadə, yəni bunu da eləyə bilərdim. Çox da dərinə enməyə də bilərdim. Bu sizdən asılıdır. Başqa suallar yoxdur kimi görünür. Hı. Sağollaşaq. Bir daha çox sağ olun. Yəni, Edirəm sizin üçün də faydalı olmuşdur. Siz də oldu. Mənə də bir təcrübə oldu. Yəni ümid edirəm ki, verdiyim məlumatlar sizə faydalı oldu və müəyyən qədər çalışdım ki, düzgün məlumat verməyə çalışım. Ümid edirəm ki, düzgün məlumatlar verdim. Mən sizə bir datansı, bir rəqəmdə. Sizə də uğurlar arzu edirəm. Yəni tələbə olaraq başa düşürəm indi sizin qarşınızda duran o seçimləri. sağ olun. Deyəsən sağollaşırıq. Sağ olun da sizə də xoş həftə sonu. Təşəkkür edirəm.